Salam uşaqlar, atdığım sualların izahlarını verirəm. Başlayırıq birinci sualda. Birinci sualda deyir ki, ABC üçbucaq ABC-də AB ilə BC tərəfi bir-birinə bərabərdir. Yəni bu üçbucaq bərabər yanlı üçbucaqdır. Yan tərəflərin bərabərliyi verilibsə bərabər yanlı üçbucaqdır. AB BC-yə bərabərdir. Yəni bu tərəf bu tərəfə bərabərdir. İkinci bir tərəfdən deyir ki, AD ilə də AC bir-birinə bərabərdir. Onda bu buradakı balaca bir üçbucaqda, yəni burada yaranan bir üçbucaqda, bu da bərabər yanlı üçbucaqdır. Bucaq B-ni verib 40 dərəcə. Bucaq B 40 dərəcədirsə, biz 180-dən 40-ı çıxırıq, alırıq 140 dərəcə. Bərabər yanlı üçbucağın da oturacağına bitişik bucaqları bir-birinə bərabər olduğuna görə aldığımız 140 dərəcəni bölürük 2-yə, tapırıq oturacaqdakı bucaqları, yəni 70 dərəcə. Deməli, buradakı bucaq olacaq 70 dərəcə, buradakı da bucaq olacaq 70 dərəcə. Digər tərəfdən, balaca bərabər yanlı üçbucaqdan bucaq D olacaq 70 dərəcə. Çünki DC tərəfi ADC üçbucağının oturacağıdır. Və bəs biz buradan, bax buradan bu üçbucağın, təpə bucağını tapmaq üçün nə edəcəyik? Yəni, bax, söhbət bu bucaqdan gedir. Yenə də 180 dərəcədən çıxıram, 70 üstə gəlsə 70. Bərabərdir. Bunu açıq yazıram, başa düşməyən uşaqlar üçün. 180-dən çıxıram 140 dərəcə, olacaq 40 dərəcə. Deməli, bura düşəcək 40 dərəcə. Baxın, buranı silim yazın. Bura olacaq 40 dərəcə. İndi bizə deyir ki, bucaq BAD sual. Yəni, buranı tap. Biz bucaq A-nı 70 dərəcə tapmışıq. Düzdür? İndi bucaq BAD-ni tapmaq üçün 70 dərəcədən çıxacam 40-ı. Bərabər olacaq 30 dərəcə. Yəni, söhbət bu bucaqdan gedir. Bu bucağı tapdıq, buranı da tapdıq 30 dərəcə. Deməli, cavab olacaq D variantı. Keçirik ikinci suala. İkinci sualı işləməzdən əvvəl biz diqqət eləməliyik ki, burada birinci kəsrin sürətində müxtəsər vurma düsturuna görə biz bunu açmalıyıq. Yəni, A kvadratı çıxılsın, B kvadratına görə açılmalıdır. Məxrəcdə isə artıq bu A üstə gəlsin, B-nin kvadratının açılışıdır. Biz bunu yığmalıyıq. Başlayaq yazmağa. Bərabərdir. Sürəti birinci kəsrin sürətini yazıram. A çıxılsın 5, A üstə gəlsin 5. Məxrəci yazıram. A kvadrat üstə gəl, 10 üstə gəl 25. A üstə gəlsin 5-in kvadratının açılışıdır. Digər kəsri yazmaq üçün bölmə əməlini vurmaya çeviririk. Vurma əməlində biz bilirik ki, məxrəclə sürətin yeri dəyişir. Yəni, A üstə gəlsin 5 sürətə yazılacaq, A çıxılsın 5 məxrəcə yazılacaq. Bərabərdir. Biz burada ixtisarlarımızı aparırıq. A üstü 5 ilə bu 2 ixtisar gedəcək. A üstə 5 ilə, A üstə gəl 5 ilə bu A üstə gəl 5 ixtisar gedəcək. A çıxılsın 5 ilə də bu A çıxılsın 5 ixtisar gedəcək. Yəni ki, hamısı bir-birini aparır, yerdə nə qalacaq? 1 qalacaq. Cavab olacaq C variantı. Baxırıq üçüncü sual. Deməli, üçüncü sualda bizə 2 dənə ifadə verir. Biz burada nə etməliyik? Birinci ifadədən, yəni bax bu ifadədən A üstə gəlsin B-ni gəlin tapaq. Yəni, A üstə gəlsin B-ni tapmaq üçün 5-i keçirik sağ tərəfə. 17-dən çıxıram 5-i. A üstə gəlsin B də bərabər olacaq 12-yə. İkinci tərəfdən, ikinci ifadədən, bax, buradan 4-ü ortaq vuruq kimi mötərizə xaricinə çıxarıram. A üstə gəlsin B, o da üstə gəlsin 13 olacaq. İndi mən A üstə gəlsin B-ni nə almışam? 12 almışam. Gətirib yerinə qoyuram. 4 vurulsun, bax, burada yerinə qoyacaq. 12, üstə gəlsin 13. O da bərabərdir. 4 dəfə 12, 48, 48 üstə 13, 61 olacaq. Cavab olacaq Y variantı. Keçirik dördüncü suala. Deyir, üçbucağın iki tərəfi, üçbucaq çəkirik, iki tərəfi. 4 ilə 7-dir. Onun üçüncü tərəfi vermədiyi üçün buna bir x-ni işarə edirik. Üçüncü tərəfin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin hasilini tapın. Uşaqlar, biz bilirdik ki, üçbucağın iki tərəfi verilərsə, üçüncü tərəfini tapmaq üçün nə etmək lazımdır? Üçüncü tərəf verilmiş iki tərəfin fərqindən böyük, yəni modulda 4 çıxılsın 7-dən böyük, 4 üstə gəlsin 7-dən kiçikdir. Yəni
3-dən böyük, 11-dən kiçikdir. Bu nə deməkdir? Yəni x hansı qiymətləri ala bilər? X 4, 5, 6, 7, 8, 9, 10 qiymətlərini ala bilər. İndi bizə deyir ki, ən böyük və ən kiçik qiymətlərin hasilini tapın. Ən böyük qiymət burada 10-dur, ən kiçik qiymət 4-dür. Bunların hasilini soruşursa, 4 vurulsun 10 bərabərdir 40 olacaq. Yəni ki, cavab C variantı. Keçirik 5-ci suala. 5-ci sual. 5-ci sual nə deyir? Verilənə əsasən A + B ifadəsinin qiymətini tapın. Kökün altında 4-cü dərəcədən 147. Biz bilməliyik ki, 3 üstü 4 81-ə bərabərdir. 4 üstü 4 isə 256-ya bərabərdir. Deməli, 147 kökün altındakı 147 81 ilə 256-nın arasında, yəni 3 və 4-ün arasında yerləşir. Onda kökün altında 147-dən nə çıxacaq 4-cü dərəcədə? Təqribən 3 tam neçəsə. Onda bunun qiyməti nə olur? Tam qiyməti. Ədədin tam hissəsi, daha doğrusu üzr istəyirəm, tam hissəsi olacaq 3. Düzdür? Keçir ikinciyə. Kökün altında 73. 3-cü dərəcədə. Biz bilməliyik ki, 4-ün kubu nəyə bərabərdir? 64-ə. Bəs 5-in kubu nəyə bərabərdir? 125-ə. Deməli, kökün altında 73, 64-lə 125-in arasında yerləşir. Yəni, 4 və 5-in arasında yerləşir. Aydındır. Onda bunun təqribi qiyməti neçə olacaq? 4 ilə 5-in arasında yerləşirsə. Yəni, tam hissəsi. Təqribən tam hissəsi olacaq 4. Düzdürmü? Yəni, bizim A-mızı... Hara getdim? Yəni, biz A-mızı tapmışıq 3, B-mizi də tapdıq 4. Mənə nə deyir? A üstə gəlsin 4-ün cəmini tap. A üstə gəlsin B, 4-ün cəmi nə idi? 3 üstə gəlsin 4. Bərabər olacaq 7. Cavab B variantı. Keçdik 6-cı suala. 6-cı sualda nə deyir? Bir hədisin qüvvəti ilə əmsalının hasilini tapın. Bir hədini veribdir 3x-in kvadratı. Yox, 3x-in kvadratı yox. 3-ün kvadratı. 3-ün kvadratı. X-in kubu. Y üstü 4 z. Biz bunu heç vaxt birbaşa yaza bilmərik. Çünki birinci növbədə standart şəklə gətirməliyik. Yəni 3-ün kvadratı nədir? 9-dur. 9x-in kubu y üstü 4 z. Bu artıq bunun standart şəklidir. İndi bizdən tələb olunanı tapmalıyıq. Qüvvəti ilə əmsalının hasilini tapın deyir. Bu ifadənin əmsalı 9-dur. Qüvvəti isə qüvvət nə götürürdük? Üzərindəki dərəcələri 3, 4 və z-in üstündə 1-dir, amma o 1 heç vaxt yazılmır və bir də 1-i götürürük. Yəni 3 üstə gəlsin 4 üstə gəlsin 1 neçə olacaq? 8. İndi mənə deyir ki, qüvvəti ilə əmsalının. Qüvvətim 8-dir, əmsalım 9-dur. Deməli, 9 vurulsun 8 olacaq 72. Cavab Y variantı. Keçirik növbəti sual, 7-ci suala. Deyir, aşağıda verilən ifadələrdən mənfi olanların sayı, müsbət olanların sayı neçə faizini təşkil edir? Gəlin biz ilk öncə burada baxaq. Deməli, mənfi 3 üstündə 2, yəni kvadrat. Burada kvadrat yalnız 3-ə aiddir, mənfiyə aid deyil. Ona görə də bu ifadənin qiyməti olacaq mənfi. Hər hansı bir ədədin kvadratı müsbət olsa da, bunun qarşısında mənfi olduğu üçün və bu kvadrat mənfiyə aid olmadığı üçün bunun aldığımız ifadə cavab mənfi olacaq. Deməli, bu bir mənfi. 4 üstündə mənfi 5. 4-ün üstündə, ədədin üstündə mənfi qüvvət olarsa biz nə demişdik? Ədəd sürətdədirsə məxrəcə düşəcək, məxrəcdədirsə sürətə qalxacaq. Yəni, bu olacaq 1 bölünsün 4 üstü 5. Bu müsbət ifadədir. Burada mənfi bir şey yoxdur. Keçdik digərinə. 2 üstü mənfi 3.
Yenə təkrar deyirəm, ədədin üstündə mənfi ifadə olarsa, sürətdədirsə məxrəcə düşəcək. Yəni 1 bölünsün 2 üstü 3 olacaq, bu da olacaq müsbət. Digərinə keçirik. 1 bölünsün 1 üstü mənfi 5. Aha, bu zaman bu dəfə isə məxrəcdədir. Üzərində mənfi olan qüvvətlə ədəd məxrəcdədir. İndi onu sürətə qaldıranda 1 üstü 5 olacaq, bu da olacaq müsbət ifadə. Keçdik digərinə. Mənfi 5-in kubu. Mənfi ədədin kubunun cavabı olacaq mənfi. Çünki kvadratı müsbət, birini də özünə vuranda olacaq mənfi. Keçdik. Mənfi 8, yox, biraz buradan yazım. Mənfi 8-in üstündə 4. Cüt dərəcədəndir. Bu ifadə müsbətdir. Ancaq bunun qarşısında bir dənə mənfi olduğuna görə cavab olacaq mənfi. Pi üstü 0. Ədədin üzərində 0 olarsa, hər hansı bir dəyişən ədədin üzərində 0 olarsa, bu 1-ə bərabərdir. Bu da müsbət ifadədir. Keçdik digərinə. 3-də 1 üzərində mənfi 2. Nə demişdik? Üzərində mənfi qüvvət olarsa, sürət məxrəcdədirsə sürətə, sürətdədirsə məxrəcə düşəcək. Burada isə biz 1 ilə 3-ün yerini dəyişəcək. Yəni 3 bölünsün 1 olacaq, o da 3 üstü 2 olacaq. Yəni müsbət ifadədir. Deməli, burada neçə müsbət alındı? 1-i, 2-si, 3-ü, 4-ü, 5-i. 5 dənə müsbət oldu. 1-i, 2-si, 3-ü, 3 dənə də mənfi oldu. Bizə deyir ki, mənfi olanların sayı müsbət olanların sayının neçə faizidir? 5 dənə müsbətdir, 3 dənə mənfidir. Bunu da vururam 100%-ə. Neçə olacaq? 5 ilə 100-ü ixtisar aparsam, olacaq 100-ü 5-ə böləndə 20 qalır. 3 vurulsun 20 bərabərdir 60%. Cavab A variantı olacaq uşaqlar. Keçirik 8-ci suala. 8-ci sualda nə deyir bizə? Deyir x-i tapın. Uşaqlar, biz bilirik ki 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni bu katet hipotenuzun yarısına bərabərdir. Və ya bir dəqiqə şunu çıxaldım. Və ya hipotenuz digər 30 dərəcəli bucağın qarşısındakı katetin ikincisinə bərabərdir. Düzdürmü? İndi bizdən buradan x-i istəyirsə, biz nə etməliyik? Yazıram 8-ci sual. 8-ci sual. Nə etməliyik? 2x çıxılsın 3-ü 2-yə vurub, bərabər eləyəcəm 5x çıxılsın 12-yə. Təkrar deyirəm, düz bucaqlı 3 bucaqda 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir və yaxud da əksini götürsək, 30 dərəcəli bucağın qarşısındakı katetin ikincisi hipotenuza bərabərdir. Biz bu qaydadan istifadə edərək x-i tapırıq. Deməli, 2-ni vururam mötərizənin daxilinə, 2-ni vururam 2x-ə, baxın 2-ni 2x-ə vururam, sonra 2-ni 3-ə vururam. 4x çıxılsın 6 bərabərdir 5x çıxılsın 12. X-ləri bir tərəfə yığıram, sərbəstləri bir tərəfə yığıram. Deməli, mənfi 6-ın üstünə 12 gəlirəm, 5x-dan çıxıram 4x-i. Mənfi 6-ın üstünə 12 gəlsə müsbət 6, 5x-dan 4x çıxsam x. Yəni, x-imiz bərabər oldu 6-ya. Bizdən nəyi soruşurdu? X soruşurdu, x-i tapdıq 6, cavab D variantı. 9-cu sual. Bərabər tərəfli üçbucaq yan tərəfləri 3 tərəfi 3 də bir-birinə bərabərdir və bucaqları 60 dərəcədir. 3 bucağı var, 3-ü də 60 dərəcədir. Düzdürmü? Bunu silək buradan, dərəcəni buradan qoyaq. 60 dərəcədir. Deyək, bir xarici bucağı neçə dərəcədir? Bir xarici bucağı sizcə neçə dərəcə olar? Qonşu bucaqların cəmi 180 dərəcə olduğuna görə 120 dərəcə olacaq. Yəni 180-dən çıxırsam 60-ı bərabər olacaq 120 dərəcəyə. Cavab C variantı. Keçirik 10-cu sualımıza. 10-cu sualımızda nə deyir? Deyir, ifadəsinin ən kiçik qiymətini tapın. Biz diqqət eləsək, kökün altındakı ifadə, bax, kökün altındakı ifadə kvadrat tənlikdir uşaqlar. Kvadrat tənlikdir. Bu kvadrat tənliyin, baxın, burada A-sı durur,
Bax, burada A-sı 1 durur da A-nın yerində. B-nin yerində 10 durur, C-nin yerində 33 durur. Yəni yazıram. A bərabərdir 1, B bərabərdir 10, C bərabərdir 33. Ən kiçik qiymət tapılması düsturu var idi. O düsturu bura yazıram. Bilməyən uşaqlar qeyd edin, götürün. N bərabərdir 4AC çıxılsın B-nin kvadratı bölünsün 4A-ya. Ən kiçik qiymətin tapılması düsturu. 4A. Kim bilmirsə qeyd eləsin, götürsün bax bunu. Qeyd eləsin, götürsün. İndi gətirib yerinə qoyuruq. Bərabər qoyuram. Elə mən buradan promo yazacağam. Siz özünüz dəftərinizə yazsanız, səliqə ilə yazıb götürərsiniz. Deməli, yerinə qoyuram. A-nın qiyməti 4 vurulsun, A-nın qiyməti 1 vurulsun, C-nin qiyməti 33 çıxılsın, B-nin qiyməti 10, 10-un kvadratı yəni. Bölünsün, 4 vurulsun, 1 bərabərdir. 132, biraz aşağıdan yazın, bərabərdir. 132 çıxılsın 100, bölünsün 4. Bu da bərabərdir 32-ni 4-ə böləndə bərabər olacaq 8-ə. Biz 8 qiymətini aldıq, ancaq orada görürsünüzsə, diqqət edirsinizsə, 8 qiyməti yoxdur. Yəni biz nəyə baxmalıyıq? Burada nəyə fikir verməliyik? Dərəcəyə baxmalıyıq uşaqlar. Dərəcəni nə verib? 3-cü dərəcə. Aldığımız qiymət gətirib yazırıq. Kökün altında 3-cü dərəcədən 8-i yazırıq bura. 8 kökün altında 3-cü dərəcə nəyin kubudur? 2-nin kubudur. Kublar bir-birini aparacaq, qalacaq 2. Cavabımız olacaq B variantı. Keçdik 11-ci suala. Uşaqlar fikir versəniz, 2 dənə ifadə verib bizə və deyir ki, A üstəgəlsin, B-ni tap. A üstəgəl B sual. Gəlin biz bu ifadələri alt-alta çıxaq. Yəni ki, 5B üstəgəlsin 7, 5A üstəgəlsin 7. Yəni bu bərabərdir A kvadratına, bu da bərabər B kvadratına. Alt-alta çıxası olsam, alt-alta çıxsam, alt-alta çıxsam, 5B üstəgəl 7 çıxılsın, 5A üstəgəl 7 bərabərdir A kvadratı çıxılsın, B kvadratı alarıq. İndi mötərizəni açaq. 5B üstəgəl 7 çıxılsın, 5A çıxılsın 7. Niyə? Çünki bu mənfi ilə müsbət qarşı-qarşıya gələndə mötərizənin qabağında mənfi varsa, içəridəki müsbət mənfiləşəcək. O da bərabərdir A kvadratı çıxılsın B kvadratına. İndi burada biz görürük ki, diqqət yetirsəniz, müsbət 7 var, mənfi 7 var. Bunlar islah olacaq. Yəni bunlar 7-dən 7 çıxanda 0 olacaq. Yerdə qalacaq 5B çıxılsın 5A bərabərdir A kvadratı çıxılsın B-nin kvadratı. Buradan 5-i mötərizə xaricinə çıxarsaq, ortaq vuruq kimi B çıxılsın A bərabərdir A kvadratı çıxılsın B kvadratı. Bunu da gəlin açaq. 5, B çıxılsın A B çıxılsın A bərabərdir A çıx B, A üstəgəlsin B olacaq. İndi görürük ki, burada B çıxılsın A-dır, burada isə A çıxılsın B-dir. Onda biz neyini? Digər tərəfdən B çıxılsın A-nı A çıxılsın B kimi yazıb qarşıya bir mənfi atırıq. Mənfi 5, A çıxılsın B. Yerlərini dəyişirik. Yəni A çıxılsın B bərabərdir A çıxılsın B, A üstəgəlsin B alarıq. Hər tərəfdən A çıxılsın B-ləri ixtisar aparsaq, yerdə qalacaq mənfi 5 bərabərdir A üstəgəlsin B. Bizdən də nəyi soruşurdu? Baxın, A üstəgəlsin B-ni. Biz A üstəgəlsin B-ni nə aldıq? Cavab qiymətini aldıq. Mənfi 5. Belə bir cavab varmı? Var. C variantı. Keçirik növbəti suala. 12-ci sual. 12-ci sualda bizə belə bir ifadə verilibdir. Biz bilməliyik ki, 2, 4, 2-nin kvadratıdır. Yəni 2-nin kvadratı. Dəqiqə, mən bunu biraz azaldım. 2-nin kvadratı üstündə A bərabər 2-nin kubu üstündə B. Bunu açsaq 2 üstü 2A bərabər 2 üstü 3B'yə.
Əsaslar eyni olduğuna görə üsləri bərabər edib götürə bilərik. 2a bərabərdir 3b-yə. Biz bilirik ki, bu tip ifadələrdə neyinirik? A-nı 3 götürürük, B-ni 2 götürürük. Yəni A bərabərdir 3k-ya, B bərabərdir 2k-ya. Aydındırmı? İndi bizə burada A üstə gəlsin B bərabərdir 60 verir. Biz gətirib aldığımız qiymətləri yerinə qoyuruq. A-nın yerinə qoyuram 3k üstə gəlsin, B-nin yerinə qoyuram 2k bərabərdir 60. 3k-nın üstə 2k gəlir 5k olacaq, bərabərdir 60. Biz də buradan k-nı almış olsaq, 60-ı bölürük 5-ə, k da bərabər olacaq 12-yə. İndi k 12-yə bərabərdirsə, biz a-nı tapırıq. A bərabərdir 3k, o da bərabərdir 3 vurulsun 12, bərabər olacaq 36-ya. B bərabərdir 2k, o da bərabərdir 2 vurulsun 12, bərabər olacaq 24-ə. Bizdən nəyi istəyir? Bizdən istədiyi nədir? A çıxılsın, B-ni tapmaq. O da bərabərdir. A-nı tapmışıq 36, B-ni tapmışıq 24. Bərabərdir. Olacaq cavab 12. Yəni A variantı. Keçirik 13-cü suala. 13-cü suala. Deyir, ABC bərabər yanlı üçbucağında. Üçbucağı çəkirik. ABC bərabər yanlı üçbucağında. Oturacağı bitişik bucaq təpə bucağına 3 dəfə kiçikdir. Biz bilirik ki, bərabər yanlı üçbucağın yan tərəfləri bərabərdir. Oturacağını bitişik bucaqlar bir-birinə bərabərdir. Oturacağı bitişik bucaq təpə bucağını 3 dəfə kiçikdirsə, onda təpə bucağı 3x olacaq. Oturacağı bitişik bucaqlar x, x. Bizdən nəyi soruşur? Təpə bucağının dərəcə ölçüsünü tap. Biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Ona görə də 3x üstə gəlsin x, üstə gəl x yazıb 180 dərəcəyə bərabər eləyəcəyik. 3x üstə gəl x olacaq 5x bərabərdir 180 dərəcə. X da bərabərdir 180 dərəcə bölünsün 5. X da bərabərdir olacaq neçə? 36. Mənə nəyisə soruşur, təpə bucağının dərəcə ölçüsünü tap. Təpə bucağı 3x olduğuna görə 3-ü vururam aldığım x-in qiymətinə, yəni 36-ya. O da bərabər olacaq 108 dərəcəyə. Cavab B variantı. Keçirik 14-cü suala. 14-cü sual. 14-cü sual nə deyir? İfadəsinin qiymətini tapın. 1, 2, 3, 4, 5, 6 dənə A var burada. 1, 2, 3, 4, 5, 6 dənə A var. A, 6 dənə A yazdım. Üstünə xət. B, üstünə xət. Bölünsün. A üstünə xət. B üstünə xət. Bölmə əməli olduğuna görə biz bölmə əməlini vurmaya çevirəndə bölünsün, vurulsun, B-lər çıxacaq yuxarı, A düşəcək aşağı. Bunları ixtisar aparsaq, yerdə nə qalacaq uşaqlar? Nə qalacaq yerdə? A, bir dənə də bölünsün, kəsr xətti, A-ya. A-ların yerinə 1 yazsaq, bax görürük ki, hamısı eyni ifadədir. Əslində bunun açılışı da var, siz bilirsiniz. Biz demişdik, necə demişdik? A, B, C-ni tutalım ki, açılışı nədir? Demişdik ki, təklik, onluq, yüzlük, düzdürmü? 100A üstə gəlsin 10B, üstə gəlsin C. İndi eyni cür açılışı da var, ancaq belə sadə yolu da var. Məsələn, mən bura A-ların yerinə 1 yazsam, 6 dənə 1 yazacağım, bölünsün 11. 6 dənə 1-i 11-ə böləndə cavab olacaq, haradasa deməli 1, 0, olacaq bax bu. Belə bir cavab varmı cavablarda? Bəli, var, D variantı. Cavab olacaq D variantı. İndi isə keçək 15-ci suala. Uşaqlar, bu suala fikir versəniz, burada eyni olanları qruplaşdırmaq lazımdır ki, mörtəzə xaricinə ortaq qrup kimi nəsə bir şey çıxartmaq olsun. Yəni ki, mən 16A-la 16B-ni yan-yana gətirəcəm. Bunlar da onsuz ki, yan-yanadır ikisi.
Gəlin yazaq, sadələşdirək. 16a çıxılsın 16b, çıxılsın a kubu, üstə gəlsin a kvadrat b. Bərabərdir. Buradan 16-nı ortaq vuruq kimi çıxarsaq 16. A çıxılsın b, çıxılsın. Buradan a-nın kvadratını çıxarsaq a çıxılsın b qalacaq. Niyə a çıxılsın b yazdım? Çünki 2 dənə mənfi qabaq-qabağa gəlsə, buradakı müsbəti verəcək. Ona görə çıxılsın yazdım uşaqlar. Bərabərdir. Təkrar buradan a çıxılsın b-ni mötərizə xaricini ortaq vuruq kimi çıxarası olsam, yerdə qalacaq 16 çıxılsın a-nın kvadratı. Mən bunu açsam, yəni bax bunu müxtəsər vurma düsturuna görə açsam, a çıxılsın b olacaq burada. 4 çıxılsın a, 4 üstə gəlsin a. Belə bir ifadə hansı cavabda var? 4 çıxar, 4 üstə gəl a çıxılsın b. A variantında. Cavab A variantı. Keçirik 16-cı suala. 16-cı sualda nə deyir? 0 tam x üstə gəlsin 0 tam y. 0 tam dövrdə x üstə gəl 0 tam dövrdə y. Biz bunu hamımız bilirik. Bərabərdir. Sürət nə olacaq? 0 tam 10-da 2 olacaq. Bu olacaq 10-da x üstə gəlsin 10-da y. Məxrəcə düşürəm. Bu olacaq 9-da x üstə gəl 9-da y. Bilirsiniz də, dövrdə olan ədəd 9-da sayılır. 9-da neçəsə məsələn. Bu da 9-da x. Bərabərdir. Sürətdə olacaq 10-da x plus y. Məxrəcdə olacaq 9-da x plus y. Bərabərdir. Bunu siz daha yaxşı başa düşəsiniz deyə belə yazacağım. X plus y bölünsün 10 bölünsün x plus y bölünsün 9. Yəni nə fərqi var ki? Mən kəsr şəklində yazmadım, nisbət şəklində yazdım. Bərabərdir. Bölmə əməlini vurmaya keçəndə nə edirdik? Birinci kəsr olduğu kimi qalırdı. İkinci kəsrin sürət məxrəcinin yerini dəyişirdik. Düzdürmü? Bərabərdir. Buradan x plus x-lər plus y-lər x-lar gedəcək. Yerdə qalacaq 9 bölünsün 10. Yəni bunu 0,9 kimi də yaza bilərsiniz. Bu açıq sual idi. Cavab 0,9. Keçdik 17-ci suala. 17-ci sualda deyir ki, nə deyir? Çoxhəddisinin sərbəst həddi ilə qüvvətinin cəmini tapın. Sərbəst hədd ilə qüvvətinin cəmini deyirsə uşaqlar, bunu üzərində də göstərəcəm. Baxın, burada sərbəst hədd, bax budur. Burada da budur. Ona görə bunu vurub açmağa ehtiyac yoxdur. Yəni, nə yazacağım mən aşağıda? Mənfi 2-nin üstündə 4, üstə gəlinsin. Çünki ortada üstə gəlmə var axı. 2 çoxhəddlinin cəmidir. Mənfi 1-in üstündə 7. O da bərabərdir. Mənfi ədəd olsa da üstü cüt dərəcəsinin olduğuna görə bu olacaq müsbət 2 üstə 4 16 eləyir. Müsbət 16. Üstə gəlsin. Mənfi 1-in üstündə 7 tək dərəcə olduğuna görə, 7 tək dərəcə olduğuna görə mənfi 1 olacaq. O da bərabərdir 16 çıxılsın 1, bərabərdir 15. Deməli bizim sərbəst həddimiz sərbəstdir. Sərbəst hədd 15 oldu. 15. İndi qüvvətini tapın deyək. Qüvvəti tapanda uşaqlar necə edirdik? Çoxhədlidə qüvvəti ən böyük olanı götürürdük. Burada qüvvəti ən böyük olan hansıdır? Birinci mötərizənin içində ən böyük olan 6-dır. Daha doğrusu bax bu 6. İkinci mötərizənin içində də elə bilin x-in kvadratıdır. İndi gəlin baxaq. X-in üstündə 6, üstündə 4. Üstə gəlinsin. X-in kvadratı üstündə 7. O da bərabərdir. X üstündə 24. Üstə gəlsin x üstündə 14. Demişdik ki, çoxhədlilərdə dərəcəsi ən böyük olanı götürürük. Yəni, burada dərəcəsi ən böyük olan x üstü 24-dür. Deməli, bizim qüvvətimiz nə oldu? Qüvvətimiz olacaq 24. Bizdə nəyi soruşur? Sərbəst həddlə qüvvətin cəmini soruşur. Sərbəst həddimizi tapmışıq
15. Qüvvətimizi tapmışıq. 24. Bizdən bunların cəmini soruşur. Yəni 24 üstə gəlsin 15. O da bərabərdir 39. Cavabımız oldu 39. Açıq sual idi. Keçdik 18-ci suala. 18-ci sualda uşaqlar çətin, yəni nə isə tapmaq və yaxud da nə isə yerinə qoymaqda heç bir problem yoxdur. Burada sadəcə verilən qiymətləri yerinə qoyub yazacaqsınız. Yəni 2,2 vurulsun C-nin qiyməti 7-dir, vurulsun 5, vurulsun A-nın qiyməti -3-dür, yəni modulda -3 olacaq. Bölünsün B-nin qiyməti nədir? 0, düz yazmışam. 0,77-dir. Bu da bərabər olacaq nəyə? 2,2 vurulsun 7, vurulsun 5, vurulsun 3, bölünsün 0,77. Bu da bərabərdir. Gəlin hesablayaq. Görün necə olacaq. Hər tərəfi 100-ə vurub azad eləsək, hər tərəfi 100-ə vurub azad eləsək. Gəlin vuraq 100-ə. Bunu silim, hər tərəfi 100-ə vurum. Niyə 100-ə vururam? Çünki bu bax bu vergüllərdən azad eləmək üçün. Vurulsun 100 bura yazıram, vurulsun 100 də bura yazıram, bərabərdir. Bu olacaq 220 vurulsun 7 vurulsun 5 vurulsun 3. Məxrəcdə olacaq 77. 77 ilə 7 x çarpanında burada qalacaq 11. Bərabərdir. Böyüdüm belə. Bərabərdir. Sonra burada 11 ilə 220 x çarparsam, burada qalacaq neçə? 20. 11 x çarparsam 20 qalacaq. Yerinə qaldı. Bərabərdir. 20 vurulsun 5 vurulsun 3. O da bərabərdir. Olacaq 300. Olacaq 300. Cavab olacaq 300. Bu qədər. Keçdik 19-cu sual. 19-cu sualda nə deyir? Deyir ki, ədəd oxunda -11 ədədindən, ədəd oxunda -11 ədədindən 3 vaid məsafədə yerləşən ədədlərin hasilini tapın. -11 ədədinin 3 vaid məsafədə yerləşən bir sağ tərəfdə olacaq, bir də sol tərəfdə olacaq. -11-in üstünə 3 gələndə olacaq -8, -11-dən 3 çıxanda olacaq -14. Yəni biz -14 vurulsun -8-in hasilini tapacağıq. -14-də -8-ə vuranda yəni mənfilər bir-birini aparacaq, olacaq 14 vurulsun 8 bərabərdir. Deməli 112. Cavab olacaq 112. Keçirik 20-ci suala. 20-ci sualda belə bir misalda bunu müxtəsər vurma düsturuna görə açırıq. Yəni a kvadratı çıxılsın b kvadratına görə. A kvadrat çıxsın b kvadratına görə açılışını edirik. Bərabərdir. Sürətə yazıram. 35 çıxılsın 25. 35 üstə gəlsin 25 uşaqlar. Məxrəcdə 80 çıxılsın 20. 80 üstə gəlsin 20. Aydındır. 35-dən 25 çıxanda 10 vurulsun. 35-in üstə 25 gələndə 60. Bölünsün. 80-dən 20 çıxanda 60. 80 üstə 20 gələndə 100. Bunlar gedəcək, qalacaq 10-da 1. O da bərabər 0,1 olacaq. Cavab 0,1. Keçdik 20-ci suala. Deyir ki, n bərabərdir bu, n bərabərdir burada ifadələr verib də. Bunlar ədədləri üçün MNK ədədlərinin ədəd ortası 100 olarsa, A, B və C ədədlərinin ədəd ortasını tapın. Biz bunlar ötürü nə edəcəyik uşaqlar? Təbii ki, bunları toplayacağıq. Yəni M üstə gəlsin, N üstə gəlsin, K-nın ədəd ortası nədir? Bölünsün 3. Bərabərdir. A üstə gəlsin B, üstə gəlsin B, üstə gəlsin C, üstə gəlsin A, üstə gəlsin C. Bölünsün 3 olacaq. Bərabər ədəd ortası deyir ki, 100-ə bərabərdir. Bu zaman burada nə edirik? 2 dənə A var, 2 dənə C var, 2 dənə də B var. Baxın. Yəni 2A üstə gəlsin 2B üstə gəlsin 2C.
bölünsün 3 bərabərdir 100-ə. Burada ikini mötərizə xaricində çıxarsam ortaq vuruq kimi A üstə gəlsin B üstə gəlsin C bərabərdir 300 vurulsun 100 olacaq. Buradan 2-yə ixtisar aparacağıq. A üstə gəlsin B üstə gəlsin C bərabərdir 3 vurulsun 50. A üstə gəl B üstə gəlsin C bərabərdir olacaq 150. 150. Deyir A üstə gəlsin B, A üstə gəlsin B və C ədədlər A, B, C ədədlərinin ədəd ortasını tapın. Ay sağ ol. Biz bunların cəmini tapmışıq 150. Ədəd ortasını tapmaq üçün nə etmək lazımdır? Bu cəmi bölməliyik 3-ə, yarıya. O da bərabər olacaq neçə? 50. Vəssalam. Cavab 50 olacaq. Yəni bu. Keçirik 22-ci sual. 22-ci sualda bizə deyir ki, AY-ni tapın. Yəni, bax, buranı tapın deyir, AY-ni. Buranı verib 3, buranı verib 4. Biz Pifagor üçlüyündən bilirik ki, katetlər 3, 4-dürsə, hipotenuz olacaq 5. Yəni ki, bu AC, bax, AC balaca üçbucağın hipotenuzudur. Buranı verib bizə kökdə 63, digər tərəfdə verib 9. Bax, burada CY də, bax, CY, böyük üçbucağın, yəni, bax, bunun hipotenuzudur. İndi onda biz CY-ni tapmaq üçün nə edəcəyik? CY-nin kvadratı bərabərdir. Kökdə 63-ün kvadratı üstə gəlsin 9-un kvadratı bərabərdir 63 üstə gəlsin 81. O da 81. 81 bərabərdir 144. Yəni CY də bərabərdir 12 olacaq. Yəni bura olacaq 12. Onda biz AY-ni tapmaq üçün nə edəcəyik? AY-nin kvadratı bərabərdir 5-in kvadratı üstə gəlsin 12-nin kvadratı. O da bərabərdir 25 üstə gəlsin 144 bərabərdir 169-a. AY də bərabər olacaq 13-ə. Yəni 169 nəyin kvadratıdır? 13. Deməli AY-miz olacaq 13, cavab 13. Keçdik 23-cü suala. 23-cü suala nə deyir? Deyir, ABC ədədlərin qiymətləri verilmiş, verilənlərə əsasən bu ədədlərin ədəd ortası və həndəsə ortasını tapın. A ədədi nədir? Neçədir? 1. B neçədir? 2. C neçədir? C-ni verib 4. Ədədi ortanı tapmaq üçün nə edirik? Ədədi orta bərabərdir. 1 üstə gəl 2 üstə gəlsin 4 bölünsün 3. O da bərabərdir 7 bölünsün 3. Aydındır mı? Bu da 2 tam 3'də 1. Həndəsə ortanı tapmaq üçün nə edirik? Kökün altında 3-ünü vururuq bir-birinə və 3-cü dərəcədən. O da bərabərdir 3-cü dərəcədən neçə dənədirsə dərəcəsini o qədər götürürük. 2-ni vururam 4-ə 8. 8 də nədir? 2-nin kubudur. 3-cü dərəcədən 2-nin kubu. O da bərabərdir. Kublar bir-birinə aparacaq. Cavab olacaq 2. Bizim cavabımız bundan bu olacaq. Bu qədər uşaqlar. Sizə uğurlar.